Azərbaycanda aprelin 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qlobalaz xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-dan 11 dərəcə isti, gündüz 15-dən 18 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağ ətəyi rayonlarda qısa müddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7 dərəcədən 10 dərəcəyə qədər isti, gündüz 17 dərəcədən 22 dərəcəyə qədər isti. Dağlarda gecə 2 dərəcədən 7 dərəcəyə qədər isti, gündüz 8 dərəcədən 13 dərəcəyə qədər isti olacaq.